Aşıq Telli Borçalı ilə ƏRB televiziyasının əməkdaşı arasında insident yaşanıb. Yeni Sabah xəbər verir ki, telekanalın yaydığı rəsmi məlumata görə hadisəyə səbəb ifaçının mahnısının cəmi 10 saniyəlik hissəsinin səhv yayımlanması olub. Məlumatda bildirilir ki, həmin zaur verilişinin kamera arxası görüntülərində insident anı lentə alınıb. ƏRB-nin əməkdaşı baş verən hadisə ilə bağlı polisə müraciət edəcəyini açıqlayıb. Mövzu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev, yəni Tolik də məsələ ilə bağlı fikrini bölüşüb. Deməli, cəmaət bəlkə də bilmir, amma bütün kanallarda gecikmə var. Ən çox gecikmə isə bu kanalda da təxminən 10 dəqiqəyə yaxındır. Əgər bu 10 dəqiqəlik gecikməni də özlərinə pay kimi bölüşdürürlərsə, deməli bugün buna ehtiyacları var. Halbuki orada o qədər böyük aparıcılar var, amma bəzən sözlərini belə deməyi bacarmırlar. Ona görə də belə mövzularla gündəmdə qalmağa çalışırlar. Hazırda hadisə ilə bağlı həm ifaçının, həm də telekanalın mövqeyi sosial mediada geniş şəkildə müzakirə olunmaqdadır.